Değerli cemaat, Ramazan ayının sonunda üzerimize vacib olan fitre zekatları hakkında 4 mühüm hatırlatma ve qeyd etmek istəyirəm. İnsanlar bəzən bilməməzlik ucbatından, bəzən unutduqlarına görə, bəzən də elm əhlindən soruşub faydalanmamalarına görə bu xata və qusurlara düşürlər. Bu mühüm qeydlərdən birincisi fitrə zəkatının bayram namazına qədər haqq sahiblərinə çatmasıdır. Mütləq ki, insanın çıxarmış olduğu fitrə zəkatı bayram namazı qılana qədər haqq sahiblərinə çatıb onların əlində olsun. Kasıbların, ehtiyac sahiblərinin, fağır fuqaranın artıq əlində onların yanında olsun. Əgər bizim verdiyimiz fitrə zəkatları haqq sahiblərinə bayram namazından sonra çatacaqsa, yaxud da bayram günü günorta çatacaqsa, artıq o fitrə zəkatı sayılmır. Mütləq ki, mənim verdiyim fitrə zəkatı haqq sahibinə bayram namazı qılınana qədər çatmalı, onun əlində olmalıdır. Bu mühüm qeydlərdən ikincisi, fitrə zəkatını pul ilə çıxarmağın icazəli olmaması haqqındadır. Fitrə zəkatı ərzaq məhsullarından çıxarılır. Hər bir müsəlmanın öz ölkəsində ümumi cəmaatın istifadə etmiş olduğu ərzaq məhsulları, bir də onları bir il saxlayanda xarab və zay olmayan ərzaq məhsulları. Bizim ölkəmizdə ümumi cəmaatımızın ən çox istifadə edib, ən çox tələbat gördüyü ərzaq məhsulları un, düyü, mərci, qarabaşaq, qreçka, kişmiş, lobya, bu kimi məhsullardır. Fitrə zəkatı da bu kimi ərzaq məhsullarından çıxardır. Onu pul ilə çıxardıb ehtiyac sahibinə vermək fitrə zəkatı sayılmır. Ona görə ki, Allah Rasulü sallallahu aleyhi və səlləm və onun səhabələri fitrə zəkatların pul ilə yox, məhz ərzaq məhsullarından çıxartmışdır. Bəli, onların da zamanında qızıl var idi, gümüş var idi, pul var idi. Allah həmd olsun, onların pulu var idi. Amma onlar fitrə zəkatların pul ilə çıxartmırdılar. İslami zəkatı pul ilə çıxardırdılar. Gündəlik sədəqəni pul ilə verirdilər. Amma fitrə zəkatın məhz ərzaq məhsullarından verirdilər. Ona görə də bizlər yaxşı bilməliyik ki, fitrə zəkatını pul ilə vermək olmaz, icazəli deyil. Kim belə etsə fitrə zəkatı vermiş sayılmır, ərzaq məhsullarından mütləq şəkildə çıxardıb verməlidir. Ola bilər ki, hansısa bir yardım qrupuna, hansısa bir cəmaata pul göndərirsən ki, biz ailədə 5 nəfərik, gələ bu pulu 15 kilo fitrə zəkatı al, siz əlhəmdə bu işə baxırsınız, bu işi görürsünüz, 15 kilo fitrə zəkatı ərzaq məhsulu al, mənim və ailəmin adından çıxart. Belə eləmək olar, belə etmək olar. Baxmayaraq ki, ən yaxşısı özün alıb ərzaqları haqq sahiblərinə özün verməyindir. Lakin bəzən insanlar işlərinə görə, yaxud da səfərdə olmalarına görə çatdıra bilmirlər. Bu zaman xahiş eləyə bilər ya bir qardaşından, ya bir qrupdan, yardım qrupları pul göndərər, onlar da fitrə zəkatların ərzaq kimi alıb, ərzaq kimi çıxardarlar. Bu icazəlidir. Üçüncü mühüm qeyd, fitrə zəkatların çıxardarkən ərzaq məhsullarını kilo bölməmək haqqındadır. Görürük ki, bəzən insanlar fitrə zəkatların çıxardan zaman o 3 kilonu kilo bölürlər, yaxud da kilo yarım bölürlər. Bu düzgün deyildir. Fitrə zəkatı adam başı 3 kilodur. Mən ailə başçısı olaraq özümün və ailəmin adından fitrə zəkatını çıxardıram. Biz ailədə 5 nəfərik. Bizim fitrə zəkatımız 15 kilo edir. Mən bu 15 kilonu istəsəm, birbaşa 15 kilo düyü, vərməşil, qarabaşaq, mərci, kişmiş, xurma, un alıb çıxarda bilərəm. Birbaşa 15 kilo çıxarda bilərəm. İstəsəm 6 kilo, 3 kilo çıxarda bilərəm. 6 kilo un, 6 kilo düyü, 3 kilo da kişmiş çıxarda bilərəm. İstəsəm də 3 kilo un, 3 kilo vərməşil, 3 kilo mərci, 3 kilo qarabaşaq, 3 kilo kişmiş çıxarda bilərəm. Amma və lakin o 3 kilonu bölüb 1 kilo çıxartmaq, yaxud da kiməsə 1 kilo vermək, bu doğru, düzgün deyildir. Bu mühüm qeydlərdən dördüncü və sonuncusu isə fitrə zəkatı ərzaqların
indidən alıb hazır qoymaq olar. Ola bilsin ki, bayram vaxtı səfərdə olduq, yaxud məşğul olduq. Aydın məsələdir ki, bəzən cəmaət o günlərdə başı qarışır, bayram hazırlıqları yaxud da evində iftar verir, görürük ki, yadından çıxır. İndidən alıb fitrə zəkatlarını evdə hazır qoya bilərsən. Məsələn, biz ailədə 5 nəfərik, 15 kilo fitrə zəkatımızı indidən alıb hazır qoya bilərik. İndidən alıb hazır qoymağımız bizim fitrə zəkatını indidən çıxartmağımız mənasına gəlmir. Bəli, hələn bayrama 4-5 gün var. Mən indidən alıb hazır qoyuram, lakin fitrəmi çıxardacam bayramdan 1 və ya 2 gün qabaq. Bu olar. 1 və ya 2 gün qabaq çıxardacam, bu olar və fitrə zəkatı vermək sayılır. Ərzaqları indidən alıb hazır qoya bilərik. Allah həmd olsun. Dinimiz, şəriətimiz buna icazə verir. Vaxtı çatanda ya bayram axşamı, ya bayramdan 1 gün qabaq aparıb fitrə zəkatlarımızı veririk. Bir faydanı da qeyd edim, bu da 5-ci olsun. Fitrə zəkatlarının yanında konfet, çay, toyuq, ət kimi məhsulları da verə bilərik. Bunlar da hədiyyə sayılır. Fitrə zəkatları kilomuzu tutduqdan sonra biz ailədə 5 nəfərik. 15 kilo fitrə zəkatımı hazırlayıb tamamladıqdan sonra imkanım daxilində yanına toyuq, çay, konfet, şokolad bu kimi məhsulları alıb limon qoyub əlavə fitrə zəkatlarımın üzərində sədəqə və hədiyyə kimi kasıblara və ehtiyac sahiblərinə verə bilərəm. Bax, bunları yaxşı qeyd edəyin. Bu 5 mühüm qeyd hər birimizə fitrə zəkatı vaxtı lazım olacaqdır. Allah Taala bizləri eşidib başa düşüb faydalanan və ən gözəlinə tabe olan qullarından etsin.